Paralleqramın sahəsinə aid məsələ həlləri. 5 nömrəli çalışmamızda paralleqramın bir tərəfi digərindən 2 dəfə uzundur. Baxaq, bax bu 4-dür, bu tərəfi. Bu da 8-dir. Yəni 8 4-dən 2 dəfə uzundur. Onun sahəsinin məchul hündürlüyü necə tapmaq olar? Sahə bərabərdir tərəf vurulmuş bu tərəfə çəkilmiş hündürlükdür. Yəni burada hasildir. Tərəflə hündürlük bir-biri ilə tərs mütənasib asılıdır. Ona görə də deməli tərəf neçə dəfə artıbsa, hündürlük də o qədər dəfə azalmalıdır. Yəni bunlar bir-birindən tərs mütənasib. Yəni bu 8 2 dəfə azaldı. Onda hündürlük 2 dəfə artmalıdır. Yəni bura 3 olacaq ki, 2 dəfə artıb 6 olsun. Anar deyir ki, paralleqram bir tərəf digər 2 dəfə böyükdürsə, həmin tərəfə çəkilən hündürlük də 2 dəfə böyük olacaq. Bu yanlışdır. Amma həmin tərəfə çəkilən hündürlük 2 dəfə kiçik olacaq. Aynurun fikri doğrudur. Bəli, görürük ki, hər ikisində 8 vur 3 24 oldu. 6 vur 4 24 oldu. Hər ikisində sahə 24 oldu. Deməli, buradan görürük ki, həm də böyük tərəfə çəkilən hündürlük kiçik, kiçik tərəfə çəkilən hündürlük isə daha böyük olur. Çünki bundan digər çalışmalarımızda istifadə edəcəyik. 6-da paralleqramın tərəfləri 10, 12. Bu paralleqramımız tərəf 10, 12. Kiçik tərəfinə çəkilən hündürlüyü, qarşı tərəflər bərabərdir deyə burada 10-dur. Kiçik tərəfinə çəkilən hündürlüyü 9 olarsa, digər hündürlüyü neçədir? Yəni böyük tərəfə çəkilən hündürlüyü, bu x-i tapmalıyıq. Deməli 9 vurulsun 10 bərabər olmalıdır. X vurulsun 12. Buradan x bərabərdir. 9 vur 10 bölünsün 12. Hər ikisi 3-ə getdi. 3, 4. Bu da 5, 2. Yəni 15 bölünsün 2. 7,5. 7-də paralleqramın tərəfləri 10 və 20 qeyd edək. Bu 10, bura 20. Hündürlükləri isə 4 və 8. Biz bayaq gördük ki, böyük tərəfə çəkilən kiçik, onda bu 4-dür. Kiçik tərəfə çəkilən isə böyük hündürlük olur, onda bu 8-dir. Sahəsini tapın. Onda sahə bərabər olur 4 vurulsun 20, 80 və ya 8 vurulsun 10, 80. Görür, hər ikisində sahə 80-ə bərabər oldu. Paralleqramın tərəflərindən biri 8, digəri isə 6-dır. Paralleqramımız 6 və 8. Kiçik tərəfinə çəkilən hündürlüyü, yəni bu kiçik tərəfinə çəkilən hündürlüyü, böyük tərəfinə çəkilən 1 cm böyükdür. Bu da böyüyə çəkilən. Buna x desək, bu x üstəgəl 1-dir. Demək, sahələr onda bərabər. 8 vurulsun x bərabərdir. 6 vurulsun x üstəgəl 1-ə. 8x bərabərdir 6x üstəgəl 6-ya. 8x minus 6x 6. Buradan 2x 6-ya x bərabərdir 3. Bizdən isə sahəni istəyir. Biz hündürlüyü 3 tapdıq. Onda sahə bərabər olur. 3 vurulsun 8, 24. Usta eni 3 metr, uzunluğu düzbucaqlı formalı divara tərəfinin, bax bu, belə bir divarımız var. Burada çəkin, bax belə bir divarımız var. 3 metr, uzunluğu 4 metr olan divara tərəfinin uzunluğu 30 cm və hündürlüyü rom şəklində kafel düzür. Yəni bax belə bir kafellər düzür usta bunun içərisinə. Belə şəkildə kafellər düzür. Bunun üçün ən azı neçə? Deməli biz əvvəlcə bu divarın sahəsini tapmalıyıq. Ya bunu metrə çevirməliyik, ya o birisini. Deməli, divarın sahəsi bərabər olur. S divar bərabərdir 3 metr vurulsun 4 metr, yəni 12 kvadrat metr.
Rombun sahəsi isə tərəfi verilib və hündürlüyü verilib. Onda S romb bərabər olur. Santimetri də metrə çevirəndə 100-ə böləcəyik. 0,3 vurulsun 0,2. Bu da 6, 0,6 kvadrat metr. Onda nə qədər getdiyini tapmaq üçün 12-ni bölürük 0,6-ya. Yəni 1200-ü bölürük 6-ya, bu da 200. Ən azı 200 ədəd kafe lazımdır. Binanın parallelogram formasında olan iki eyni ölçülü üzünə şüşə pəncərələr qoymaq planlaşdırılır. 1 kvadrat metr şüşə və ara kəsmələrin ümumi qiyməti A manata başa gəlir. Usta isə hər kvadrat metr üçün B manat zəhmət haqqı alır. Deməli, əvvəlcə buna gedən, bunun sahəsini hesablayaq. Bax, bunun birinin sahəsini hesablayırıq. Onda sahə bərabər olur 40 vurulsun 24, yəni 960. Bundan da 2 dənə olduğuna görə ümumi bizə deyir ki, hesablamaq üçün ifadə yazın. İfadəmiz olur 2-ni də vurmalıyıq, 960-ı da vuraq 2-yə. Və ya da belə yazaq. 2 vurulsun 960 A manat hər kvadrat metr üçündür. Ara kəsmələrin ümumi qiyməti A manat. B də isə zəhmət haqqıdır. Ona görə A plus B olacaq. Bu ümumi ifadəmiz 190 1920 A üstəgəl B. A və B-nin də qiymətini verib yerinə qoysaq 1920 vurulsun 70 üzərinə gəl 40. O da bərabərdir 1920 vurulsun 1100. Burada 110 edirik. O da bərabərdir 110-a vursaq, deməli 192-ni 11-ə vururuq. 2 Yəni 211.200. Burada da manat olacaq. 11. Pilləkənə şəkildəki kimi romb formasında 3 eyni panel bərkitdilər. Bu panellərin birinin sahəsi 0,48 kvadrat metrə bərabərdir. Bir panelin hündürlüyü nə qədərdir? Deməli, şəkildəki kimi 3 eyni panel bərkidilib. Bu panellərin birinin sahəsi 0,48. Bax, bu paralleloqramın, baxın, bax, bu paralleloqramın bu xaricdən çəkilən hündürlüyüdür. Bax, görürsünüz, tərəfin uzantısına endirilmiş perpendikulardır. Eləcə də bunlardan da 3 dənədir. Deməli, birin hündürlüyünü tapmaq üçün biz 1,8-i bölərik 3-ə. Bu da eləyəcək 0,6 metr. Yəni, bir panelin hündürlüyü olacaq 0,6. Tərəfi də hündürlüyü var. Tərəfi tapmaq üçün neyinirik? Sahə də var. Yəni, sahə bərabərdir. Tərəf vurulsun, hündürlüyü də tapmışdıq. Onda tərəf bərabərdir 0,48 bölü 0,6. Yəni 4,8 bölünsün 6, 0,8. Deməli, bir panelin tərəfi də olacaq 0,8 metr.